Pasiyentimiz 38 yaşında bir xanımdır. 21 ildir evlidirlər, 17 yaşından ailəlidir və 2 evlad dünyaya gətirib təbii doğuşla. Sonuncu evladı 2006-cı il doğumludur və pasiyentimiz yenə hamilə qalmaq istəyir. Yenə o erkən evləndiyinə görə yenidən o duyğuları yaşamaq istəyir. Əlbəttə ki, hörmətlə yanaşırıq. Cürbəcür səbəblərdən xanımlar ana olmağı təkrar denəyə bilərlər əlbəttə ki. Burada vacibdir yumurtalıqların funksiyası. Yumurtalıqların funksiyası çox önəmlidir. Biz pasiyentimizi müayinə etdik, ultrasəs müayinəsinə də göndərdik, analizlərini də verdik, baxdıq. Pasiyentimiz klimaksa yol alıb artıq. Hipofunksiya vəziyyətindədir yumurtalıqlar, amma yenə də hamiləlik istəyir, yəni israrla istəyir. Analizlərində follikulların stimullaşdırıcı hormonunun səviyyəsi bizə imkan verə bilər hamiləliyi əldə etmək üçün. Yumurtalığın rezervi də azalıb, amma yenə də mən süni mayalanma proqramını bildiyimə görə pasiyentimizə biraz süni mayalanma proqramından istifadə edəcəm, biraz başqa müalicə metodlarından istifadə edəcəm. Bütün gücümüzlə çalışacaq ki, xanımı hamilə saxlayaq inşallah. Özü də çox həvəslidir. Deməli, əslində pasiyentimiz süni mayalanma proqramına getməlidir. Süni mayalanma ilə hamilə qalmalıdır. Çünki rezervimiz çox azdır. Amma evladları olduğuna görə pasiyentimizin bu xərcə getmək istəmir. Çünki bu da təbiidir və hörmətlə qarşılayıram. Süni mayalanma proqramına getsə pasiyentimizin, bilirsiniz ki, belə hallarda bu çox xərc tələb edən bir prosesdir. Xərcin itirilmə ehtimalı da çoxdur. Çünki artıq yumurtalıqlar funksiyasını itirmək üzrədir. Biz sadəcə denəyəcəyik. Özünə də başa salmışam. İnşallah yaxşı olsun. Olmasa da qəbulumuzdur. 2 övladınız artıq var, böyük övladları var inşallah. Baxaq.